hava Bakıda 8 dərəcədir və çox küləklidir. Və biz isə bu havada sinematik bir rol çəkməyə çalışacağıq. Və düz 30 dəqiqə ərzində. Gəlin bir yerdə baxaq. Hal-hazırda Ağşəhər bulvarındayım. Demək olar ki, insan yoxdur bulvarda. Çünki hava çox soyuqdur və çox küləklidir. Amma buna baxmayaraq çalışacağam ki, həm insanlardan kadr götürüm, həm dənizdən, binalardan və yaxud da maraqlı gördüyüm hər şeydən kadr götürməyə çalışacağam bugün. Kapşonkam dayanmır. Yəni normalda kapşonka belə olmalıdır. Amma yəni uçurdur hal-hazırda. Ona görə mənim üçün əslində çətin bir hava şəraitidir çəkiliş eləmək üçün. Bundan sonraki prosesdə telefonu aldığım məciqarıma bağlayacağam. Məciqarım. Bundan sonraki prosesdə telefonu keçən dəfəki videodan gördüyünüz SmallRig'in Magic armına bağlayacağam və bu sayədə siz əslində mənim çəkdiyim hər şeyi görə biləcəksiniz. Arxa planda həm real görüntünü görəcəksiniz, son halını, həm də ki bunu necə çəkmişəm onu da görə biləcəksiniz. Məhz buna görə düşünürəm ki video çox maraqlı olacaq. Bu kadrda başlanğıc isə o qədər də önəmli deyil. Əsas bizə lazım olan hissəsi soldan sağa doğru pan hərəkəti etməyimiz və bu pan hərəkətini edərkən eyni zamanda zoom out etməkdir. Və bu sayədə əsas dərinliyi əldə edib kadrımıza tamamlayırıq. Bu kadrda biz aşağıdan yuxarıya doğru tilt hərəkətini icra edirik və bunu eləyən zaman əl ilə zoom outdan da istifadə edirik. Burada isə kadr statikdir. Burada əsas məqsəd görüntünün sarsıntılı olmasıdır. Bu texnikanın adı Motion Blur və yaxud da Dynamic Motion Blur deyə keçir. Bu texnikanı etmək üçün biz shutter müddətini minimumda tutmalıyıq. Məsələn, normalda 50 fps bir video üçün 1/100 shutter sayısından istifadə edirik. Lakin bu sarsıntılı görüntünü əldə etmək üçün biz 1/100 yox, bunu minimumda tutaraq 1/4 və yaxud da daha aşağısına gətirməliyik ki, kamerada sallantı effekti yaransın. Bu kadrda hal-hazırda tracking texnikasından istifadə edirəm. Velosiped sürən bir nəfəri izləyirəm və soldan sağa doğru pan hərəkət edərək. Bu tip dinamik kadrlar üçün dəyişkən aralıqda obyektiv seçmək çox önəmlidir. Çünki mexaniki olaraq zoom in, zoom out hərəkətlərini edə bilərik və bu hərəkətlər düşünürəm ki, videolara ayrı bir rəng qatır. Mən bu texnikanı sevərək istifadə edirəm. Wow, çox qəşəng. Belə dostlar, videomuz bu qədər idi. İzlədiyiniz üçün çox təşəkkür edirəm. Güman edirəm ki, xoşunuza gəldi, amma məncə maraqlı bir konsept oldu. Mənim özüm üçün də çox yaxşı bir təcrübə oldu əslində. Həm bu videoda sizlərə çəkilişi necə eləmək lazımdır onu göstərdim, həm də ki, məciqarımı birinci dəfə yaxşı bir şəkildə istifadə elədim. Belə videoların davamını gəlməyini istəyirsə, kanala abunə ola bilərsiniz, videonu bəyənə bilərsiniz və yaxud şərhdə fikirlərinizi məndən bölüşə bilərsiniz ki, bu çox önəmlidir mənim üçün həqiqətən. Növbəti videolarda görüşənədək hələlik.